Herkese salam, kanalıma hoş geldiniz. İlk önce bu videonu izlediğinize göre size derin teşekkürümü bildirirəm. Ümid edirəm ki, siz video boyunca həm əylənəcəksiniz, həm güləcəksiniz, həm də mənimlə birlikdə çox maraqlı bir gün keçirəcəksiniz. Deməli, bugün ayın 22-sidir. Biz rəfiqəmin həm ad gününə, həm də universitetə daxil olduğunu qeyd edirik. Bu xoş gündə mən də onun yanında olacağam. İndi sizinlə birlikdə hazırlaşacağıq. Gəlin başlayaq. İlk öncə mən taxma dırnaq taxıram, çünki bu mənim üçün həm rahat, həm də daha yaxşıdır. Deməli dostlar, dırnaqlarım hazırdır. Gördüyünüz kimi çox gözəl alındı. Mən xoşlayıram taxma dırnaq taxmağı. Bunu da Temudan almışam. Ümumiyyətlə Temudan almaq dırnaq həm sərfəlidir, həm də müxtəlif cür çeşidlər var ki, hansı ki siz istədiyiniz modeli seçə bilərsiniz. Yəni mütləq tövsiyə edirəm ki, Temudan dırnaq ala bilərsiniz. Mən buradan şəhərdən almışdım. İnanın 5 manata növbəti Gəncə vloqumda görmüşdünüzsə, o dırnaqlar həm çox pis idi, yəni həm də 5 manata dəyməzdi. Bu ondan ucuzdur, amma gördüyünüz kimi gözəldir. Biraz yaxşı yapışdırmamış ola bilərəm, amma məncə yenə də mükəmməldir. Almağa dəyər. İndi sizinlə make-up edək. Deməli, ilk öncə make-up nə ilə başlayıram? Mən L'Oreal-dan belə göstərim. Gözəl nəmləndirici kremim var. Çox gözəldir. Yəni bu həm elə denən baza kimi də istifadə edə bilərsiniz. Üzünüzü nəmləndirmək üçün də istifadə edə bilərsiniz. Mən bunu ikinci qabda bu bura qədərdir. Bitir yenidən sifariş edəcəm. O qədər mükəmməldir ki, çox bəyənərək istifadə edirəm. Sadəcə 2 pıt yapmaq üçün. Həqiqətən üzünüz o qədər gözəl nəmlənir ki, mən çox sevirəm də bunu. Mükəmməldir, mükəmməl bir his baxır. Bir dənə pıt da bıraq, az oldu. Özü tezdə 3 dəqiqə gözləyirsiniz üzünüzdə, o dəqiqə yəni 3 dəqiqədən də tez hətta. Gözlərimdə də bıraq. Baxın, indi bilməm orada hiss olunur ya yox. Məcbur. Sonra Averit markasına aid olan belə bir günəş kremini istifadə edəcəm. Bunu da artıq bitib. Bunun neçəsini qurtarmışam, heç xəbərim yoxdur. Çox gözəldir. Mən nəmləndirici vurandan sonra vuram. Əslində düz eləməm, necə makyaj vurmağı bilmirəm uşaqlar. Yəni bu bir makyaj videosu deyil. Sadəcə mən üzümə necə makyaj edirəm, bunu sizə göstərəcəm. Yəni mən demirəm mən çox super makyaj etməyi bacarıram, xeyr. Sadəcə öz üzərimdə necə edirəm, onu şey eləyəcəm. O da çox vurdum. Deməli dostlar, demişdim bugün ən yaxın rəfiqəm. Həm ad günü əslində ayın 7-si idi, amma o imtahana qəbul olma xəbərini çıxanda həmin anda qeyd etmək istədi. Yəni keçən il qəbul olmamışdı, mənim sinif yoldaşımdır həm də. Deməli onda çox pis olmuşdu. Təbii ki, kim qəbul olmuşsa o pis hisslər keç. Amma onu demək istəyirəm ki, əgər sən özünə güvənməlisən, sevmədiyin fakültəyə daxil oldunsa, ona oxumağa dəyməz. Sən əzmli ol, iradəli ol və öz məqsədinə çatmaq üçün addımla. Və Saranın həqiqətən o xüsusiyyətini çox sevirəm ki, Sara dayanmadı. Düzdür, bəzi uğursuzluqlar yaşadı, əldən düşdü, çox yoruldu, düşündü ki, bütün sinif yoldaşlarım üniversitəyə gedir, mən gedə bilmirəm. Bu hissi məncə hamı yaşayır. Amma danışa eləyim, yoxsa get-gecə işəniyəm. Amma onu demək istəyirəm ki, Sara çox güclü oldu həmçinin. İradəli insan sadəcə bunu bacara bilər ki, o bir il daha da hazırlaşır və nəticə qazanır. Bu məncə çox önəmlidir. Bu arada kremi yaydım. Saçıma da vurmuşam deyirsən. Baxın belə. Mən belə bu hazıma da vurmağı çox xoşlayıram. Belə. Yəni onu demək istəyirəm ki, əgər uğrunuz bir məqsədinizə çatmaq üçün, yəni o deyirlər, Türklər demiş, hər şey mübahdır deyir. Yəni siz bütün çətinliklərə dözə bilərsiniz. Buna sadəcə özünüzə inanın və ona görə Saranı bir tərəfdən o məni ruhlandırdı ki, o öz nəticəsinə, öz qələbəsinə çatmaq üçün çox çalışdı və indi istədiyi yerdədir, istədiyi universitetdə oxuyacaq inşallah. Mən də sadəcə bir rəfiqəsi olaraq onunla qürur duya bilərəm. Belə. Deməli, kremi yaydıq uşaqlar, qoy biraz da gözləsin. Yəni çalışmalıyıq ki, makyaj eləyərkən ara-ara eləyək də, yəni birdən hamısını üzümüzə vuranda üz naqruzka verə bilər də, yəni ziyan dəyməz üzümüzə belə. Bu arada saçımı hörmüşəm, çimdim, sulu hördüm, onu bu videoda saçımı açacağım. Qulatka eləmək istəyirəm, çünki saçıma çox zərər vurduğunu düşünürəm, qulatka, saç qıranlar çox olur. Ona görə təbii yoldan burğu belə eləməyi düşündüm. Buradan falan vaxtlayacağım, narahat olmayın, qəşəng bir, onu da sizlə bərabər eləyərik. Tonal kremim, demək göstərim sizə. Maybelline markasına aid Superstay 30 saat qalıcılığı var, 0.98 nömrəsi. Bunun 0.96-sı məndə var idi. O biraz üzümə açıq olduğunu düşünüb 0.98 aldım. Məsələn, o qədər də açıq deyildi. Mən sadəcə açıq olduğunu hiss elədim. Deməli, mən tonal yenə çox vurmağı xoşlamam. İstəyini bilinə tonal. Amma 2 put vuraq da. 1, 2. Lazım olsa, belə vurdum. Lazım olsa vurarıq. Deməli, kim fırçayla yaymağı sevir tonalı? Mən sponjla yaymağı daha çox sevirəm. Amma sponj düzdür, özü alır çoxunu. Məhsulun çox hissəsini alır. Baxın, məhsul qutardı, hələ şey qutardı, əlindəki qutardı, amma hələ üzümün bu hissəsi heç olmuyor.
var. Burada Temu'dan aldığım siparişləri sizə göstərəcəm bir ikisini. Temu'dan belə bir set olaraq fırça seti almışam. O qədər mükəmməldir. Ümumiyyətlə istifadə edib sonra sizə bildirmək istədim ki, yəni yalan olmasın da. Normalda biz birlikdə fırçalarda yəni belə ucuz qiymət olanda qopurlar, qopma olur. Amma inanırsınız o qədər mükəmməldir. Gördünüz oradan? Qopmur. Bu highlighter fırçasıdır. Yəni ümumiyyətlə fırçalar çox mükəmməldirlər. O qədər yumşaqlar ki, mən sizə bundan tətbiq edeyim. Məsələn, buna baxın, yayılmasıdan baxın. O qədər gözəl hissiyat yaradır ki insanda. Yəni almanızı yəni çox tövsiyə edirəm. Bu arada bunu qurtarmışam artıq bu paletkamı. Yəni gördüyünüz kimi mən yalnız açıq tonları istifadə edirəm. Mən tünd tonları heç sevmirəm. Revolution markasına aid belə bir paletim var. Qoyun içində açım sizə belə göstərim. Belə bir paletdir. İçində mat rənglər var, həm də zərli rənglər. Bir də 2 dənə də krem rəngi var. Bunlar krem rənglərdir. İnan çox o qədər istifadə edirəm. Yəni gördüyünüz kimi açıq ton gedib. Bunu ilk dəfə almışdım. İlk universitet başlayanda da belə makyaj malzemələri çox istifadə etmədiyim üçün bilmirdim. Getmişəm elə rənglər almışam ki, baxın hamısı durur. Heç birindən istifadə olunmur. Bir dənə bu istifadə olunur. Yəni gördüyünüz paleti o qədər çox istifadə eləmirəm. Özü bu arada qiymətinin arxada var. 19 manat almışam yəni bunu. Amma istifadə edirəm yox. Ona görə çalışmaq lazımdır ki, elə almaq, paleti elə almaq lazımdır ki, sonradan istifadə olunsun. Mən bunu hansı rəngi vururum? Biraz bunu da açıq tonla vuraq. Deməli indi zərli rəngi vururam. Baxın. Bunu niyə əlimlə yarım? Çünki məncə bu arada bunu başqa rəng vurdum. Dedim görüm hansı daha yaxşıdır. Gördüm ki, bu daha yaxşıdır. Dostlar, ümumi makyajım belə oldu. Dedim qoy yaxından göstərim. Bir dənə tuşumun gözəlliyinə baxın, bir dənə buna baxın. Deməli dostlar, paltarımı geyindim. Belə bir tulumlu qəhvəyə şəkildə. Belə bir kəmər taxdım. Düşündüm ki, baxın kəmərsiz belə durur. Sanki nəsə bir əksik var. Amma kəmərlə taxanda daha gözəl bir formaya gəlir. Daha bizim dırnaqlarda təbii taxdım. Daha bir gözəl bir formaya gəlir deyə düşünürəm. Tezimi saçımı açıb çantamı yox çıxmalıyım çünki çox gecikirəm. Çok güzel bir çanta almışam. Temu'dan Nabuk materialındadır. Bunun da linkini aşağıda koyacağım. İsteseniz siz de kitleyip alabilirsiniz. İçi de çok genişti. Benim çantama ne yerleştireceğim? Kontur ve dip olsun. Mikrofonum. Kaşokum. Yerleşir mi? Ah yerleşti. Şimdi. Böyle şey bana bəsdir. Çok güzel çanta da çok beğendim. Bundan kombinlemeyi almıştım. Mükemmel. Aslında uşaqlar baxın bu belədir. İndi saçımı Morphos'un saç vaksi ilə vakslayacağım. Bu 5 nömrəsidir məndə olan. Bunu Tom Store'dan almışdım. Bu mükemmel bir şey. Bir de neçə mindir? 175 mindir dostlar. Yəni bunu qurtarmaq qeyri-mümkündür. Baxın, göründü baxın, heç buz dayanmır bayaq kimidir. Vaksın işinə baxın. Mükemmel da. Bu arada gözümün üstündəki qaşlarını da bəyəndiniz. Mən çox bəyəndim. Hansını bəyəndiniz? Bunu yoxsa bunu? Deyə bilmirəm, qətiyyən. Açılır. Sonra məni qoymayacaq partisine deyildi, sən gecikdin. Deməli, səhv yerdə düşmüşəm. İndi də axtarıram. Əldə tapa bilmirəm. Gedək. Bilirdim belə olacaq. Yolda gələrkən ayağım biri qum oldu. Quma girdim. Ujas. Lüks restoranda ayağımı yiyəcəm. Təmizləyəcəm. Rezil olduk. Baba belə rezillik yoxdur da hələ ki. Telefonda bacımla danışıyorum. Çatacağım. Deməli ki, itmiş gözəl tapıldı nəhayət. 400 qızın yanına gəlmişəm. Bu niyə belə pis çəkir? Allah kahretsin. Ne çəkir? Oy sonra ne geçiyorsun? Çok beğendim. Süperdi. Ay nişanlı gelmiş. Sara evlendirir şafana göre. Ben de artık yaşlı. Böyle bir Bugün mənim ən xoşbəxt günlərimdən biridir. Çünki mən həmçinin ad günümü qeyd edirəm və universitetə qəbul olduğum günü qeyd edirəm və bu xoş günümdə əziz qonaqlarımı, əziz tanışlarımı dəvət etmişəm. Belə xoş əyləncələr inşallah çox möhtəşəm keçəcəyindən əminəm. Diqqətlə qulaq asın, burada Sara'nın gözəl anası məni tərifləyir. Həqiqətən çox sağ olun, çox təşəkkür edirəm. Sen maman eləmir ama sen geçen yemekler pişirirsen ve ben onu da bilirsin ki güzel yemekler pişirir. Bizim kızımız mehribandır. Aranızda bizim de güzel yemekler pişirir. Aynen sen ne bacarırsan? Dostlar, mən badımcan qızartmasını sevirəm, amma heç vaxt xırt-xırt badımcanın dadına baxmamışam. Bu dəfə sınadım. Həqiqətən çox mükəmməl imiş. Mütləq yenidən yeyəcəm. Çünki çox dadlı idi. Kombinimi sizlərə təqdim edirəm. Əgər bəyənsəz şərhlərdə öz fikirlərinizi yazmağı unutmayın.
Tulumu Temu'dan almışam. Əgər istəsəniz linki də paylaşa bilərəm. Restoranın interyeri də həqiqətən çox gözəldir, çox bəyəndim. Deməli, mən Saraya öz ürək sözlərimi demək istəyirəm. Sara həqiqətən işini çox təqdirə layiq hesab edirəm ki, hər adam risk atıb ikinci ilə hazırlaşmır. Bu həqiqətən onun elədiyi ən yaxşı addımlardan biridir ki, özünə inandı, öz iradəsinə güvəndi. Mən də onu bir rəfiqəsi olaraq dəstəklədim hər zaman. Dedim ki, Sara, eybi yox, hər şey gözəl olmuyor, yaxşı olacaq. Gözəl olmadı, özünə güvənsən, narahat olma, hər şey istədiyin kimi olacaq həqiqətən. O da özünə inandı və bugün Sara Ada Universitetinə qəbul olub, istədiyi universitetə. Bəli. İstədiyim fakültə, istədiyim universitet həmişə arzum idi və qəbul oldu. Bəli, arzu qəbul oldu. Mən də sadəcə onu dəstəkləyirəm, hər zaman onun yanındayam və onu çox istəyirəm. Mən də səni çox istəyirəm. Sara bugün həqiqətən çox gözəl geyinib, prinsessa. Bu yaxaya gedib Fırlanım. Videoda overthink vaxtıma gəlib, fürsətdən istifadə edib sizdən bir xahiş eləmək istəyirəm. Əgər mənim kanalımda davamlı olaraq video görmək istəyirsinizsə, uzun vloqlar və daha çox maraqlı videolar istəyirsinizsə, sadəcə mənə dəstək olmağınız kifayətdir. Bunun üçün sadəcə videoma like atmağınız, şərh yazmağınız və kanalıma abunə olmağınız kifayətdir. Sizin üçün daha maraqlı kontentlərlə geri gələcəm. Qızlar, sizə bir şey danışacağım. Mən ad gününə gəlmişəm, hədiyyəm yoxdur. Niyə yoxdur? Əslində dəqiq vaxtı bilsəydim olacaqdı, amma dəqiq vaxtı bilmədiyim üçün sifarişimi geç vurdum. Yəni o gündən bu günə gəlib çata bilmədi. Əslində dedim biraz vaxtımıza sadəcə 2 təsdiq alınmır. Amma biz bu videonun davamında görəcəksiniz. Mən Saraya o paketi verəcəm, yəni ad günü hədiyyəsini. Siz də görəcəksiniz. Amma hələ ki özünə deməmişəm nədir. İstəyirəm biraz maraqlı olsun. Həm də çox maraqlı bir ideyam var. Onu da sizə demirəm hələ. O vaxtı deyərəm. Deməli, çox maraqlı ideyalarım var. Sizinlə də onu bölüşəcəm. Düşünürəm ki, sizə bəyənəcəksiniz. Hey, sen beni tanıyamadın mı şeker? Çay içer saçları açık. Deməli, mən artıq evdəyəm. Gəldim. Həqiqətən günümüz çox mükəmməl keçdi. Çox bəyəndim. Restoran özü də çox mükəmməl idi. Yeni açılmış bir restoran idi. Ona görə çox bəyəndim. Hər şey çox mükəmməl idi. Çox gözəl əyləndik, dedik, güldük. Yəni köhnə xatirələr canlandırdıq. Yəni çox unudulmaz anlar yaşadıq. Həqiqətən mən çox xoşlayıram belə unudulmaz anlar yaşamağı. Əgər bura qədər videomu bəyəndinizsə, xahiş edirəm like atmağı, şərh yazmağı və əsas da kanalıma abunə olub məni dəstəkləməyi unutmayın. Bu mənim üçün həqiqətən çox əhəmiylidir. Amma bu videonun dediyim kimi burada bitmir qətiyyən. Bu videonun ardı da olacaq. Çünki dediyim kimi Sara'nın hədiyyəsini verməmişəm. Bu da yəni məndən asılı olan bir şey deyil. Yəni sifariş gec gəldiyi üçün verə bilmirəm. Amma mütləq bu videonun axırında, yəni bu video tam olacaq. İndi belə paylaşmayacağam. Bu videonun sonunda biz Sara'nın hədiyyəsini də verəcəyik və onun necə reaksiya verdiyini sizə bir izlədəcəm. Düşünürəm ki, çox maraqlı bir video alındı. Ən sevdiyim videolardan biri oldu. Mən çox bəyəndim. Siz necə bu tərz videolar kanalda görmək istəyirsinizsə, şərh bölməsində mənə dəstək olmağı unutmayın. Bugünlük sağ olun. Avqustun 1-dən sizlərə salamlayıram. Nəhayət biz bugün Sargilə gedib öz əleyhisini ona təqdim edəcəyik. Demək, Saraya belə gözəl bir ətək almışam. Həqiqətən çox bəyəndim. Düzdür, zövqlər fərqlidir. Siz bəyənməyə bilərsiniz, amma mən sırf Sara'nın sevəcəyi və xoşuna gələcəyi bir şey almışam. Növbəti dəqiqələrdə görəcəksiniz o necə reaksiya verir. Onları da bura yerləşdirəcəm. Çalışmışam ki, ətəyi ətraflı şəkildə çəkməyə çalışım. Həqiqətən çox keyfiyyətli, astarı, ümumiyyətlə rəngi, ruhu şıqır-şıqır idi da. Yəni çox mükəmməl bir ətək idi. Yəni əgər siz də istəsəniz linki aşağıda qoya bilərəm, ala bilərsiniz. O qədər də qısa deyil. Mən şəxsən çox bəyəndim. Mükəmməl bir ətək idi. Ətəklə kombin etməsi üçün belə bir crop tərzində bir kofta da aldım. Həqiqətən çox mükəmməl gəldi. Yəni şəkildə necə görünürdüsə elə gəldiyi üçün çox sevindim. Ümumiyyətlə aldığım 2 məhsula aşiq oldum. Hər biri çox mükəmməl idi. Çəhrayərəkdə belə bir kağız aldım, çünki fərqli bir dizayn eləmək istəyirdim. Konfet tərzində bir qablaşdırma istəyirdim. Bunu bir YouTube videosunda görmüşdüm. Həqiqətən çox bəyəndim. Düşündüm ki, mən də eləyə bilərəm. Düzdür, mənim əl qabiliyyətim o qədər də yaxşı deyil, amma əlimdən gələn ən yaxşısını etməyə çalışdım. Düşündüm ki, son nəticədə yəni həqiqətən yaxşı alındı.
Bir də sizə nə haqqında danışmaq istəyirəm? Doğum günü hədiyyəsinin önəmindən. Məsələn, mənim yadıma düşür, mən 10-11 yaşlarım olanda nənəm ad günümdə mənə pastel alırdı, qab-qacaq alırdı, nə bilim, o qədər lazımsız şeylər alırdı ki, və mən ad günümdə həqiqətən sevinmirdim. Düzdür, o nə qədər pul xərcləsə də mənə cehiz yığırdı. Mənim nəyimə lazım? 11 yaşlı uşaq niyə axı pastel istəsin, niyə axı qab-qacaq istəsin? Onun nə işinə yarayacaq? Yəni həqiqətən mən bu düşüncə tərzini heç vaxt sevməmişəm və sevmirəm də. Çünki 11 yaşlı uşağı sevindirmək üçün başqa üsullar var. İndi məsələn mənim nənəm məndən soruşdu ki, yəni Mehriban nə istəyirsən? Dedim nənə, əgər məni sevindirmək istəyirsənsə, ya pul ver mənə, mən öz ürəyim istədiyi şeyi alım, ya da mənə o şeyləri alma, çox xahiş edirəm səndən. Yəni ki, həqiqətən ad günü olan birinə onu sevindirmək üçün onu sevdiyi bir şey almaq lazımdır. Yəni mən o qədər qəlbim qırılmışdı ki, o yaşlarımda. Ona görə çox diqqət eləyirəm ki, insanların sevəcəyi, lazım olacağı və istifadə edəcəyi bir şey alım. Əgər bilmirəmsə o nəyi sevir, onda mən ona pul verməyi daha üstün tuturam. Yəni mən belə düşünürəm. Siz nə düşünürsünüz? Bu arada gördüyünüz kimi çox gözəl bir bantik alındı. Eləyəcəm indi. Üstünə də gözəl bir şey yapışdıracağam. Olacaq mükəmməl. Siz bu mövzu haqqında nə düşünürsünüz? Mənimlə eyni fikirdəsiz, yoxsa yox? Şərh bölməsinə yazsaz sevinərəm. Əl qabiliyyətimə 10 üzərindən xal versəniz, neçə xal verərsiniz? Dostlar, artıq mən gəldim, Saragilə çatdım. Hədiyyəm də burada. Gözləyirəm ki, düşsün aşağı. Çünki bir dəfə gəlmişəm, tam xatırlamıram hardaydı. İndi düşüb gələcək. Deməli, hər kəsi bir daha salam. İndi üzümə baxmayın, indi oyanmışam. Mən elə bildim ki, Mehriban yazmışdı 12'ye işləmiş. Dedim, Mehriban gələr bir 12'yə, bir əzada. Mehriban verib ki, qazı qoyub, gələ gəlib ki, tez satsın. Mən sürətdə olmalıyım. Bəli, hə. Deməli dostlar, nəhayət gəldim Saragilə Saranın hədiyyəsini təqdim etmək istəyirəm. Bunun haqqında öncədən məlumat vermişdim ki, hədiyyəm vaxtında çatmadığı üçün mən də ad gününə hədiyyəsiz getmişdim. Amma eybi yox, indi hədiyyəsini gətirmişəm. Əslində mən Saraya qışqırtma eləyəcəydim. Nə qışqırtma? Mən qışqırtma eləyəcəydim dostlar ki, ona bir dənə çox ucuz bir hədiyyə alacaqdım, çox ucuz da yəni. Mən valla qışqırmayacaqdım. Mən ikinə hər bir hədiyyən çox xoşdur. Gələcəksən, sən bir dənə güzgü alacaqdım ki, al bax, dedim səndən mən güzgü hədiyyə tapa bilmədim. Amma yox da indi o boyda tərifləmişəm ki, belə hədiyyə, mən çox qışqırdı, belə reaksiyalar belə olacaqdı. Sadəcə istəmədim, nə yalan deyim. Sonra fikrimdən daşındım saymayım, sən də gəl fikrindən dön, normal qızın hədiyyəsini ver. Nəysə. Qışqırtma eləyəcəm eləmədim, amma bir gün növbəti dəfə vaxtda eləyəcəm bunu. Mən də eləyəcəm, yadıma saldım. Yəni, əslində çox hər şeyin incə detalına qədər düşünmüşdüm, amma niyə? Qışqırtmanı? Ən incə detalına qədər nə olacağını. Bəs niyə eləmədin? Sadəcə fikrimdən yayındım ki, sən o boyda qızı gözlətmirsən, gəl indi belə qışqırtma elə. Nəysə, sadəcə fikrimdən yayındım dostlar. Amma eybi yox. İndi Sara düşünür ki, səncə mən sənə nə ala bilərəm? Düşün, xəyal elə ki, Mehriban sənə hədiyyə ala bilər. Deməli ki, öncə mən düşünürəm ki, Mehriban, yəni hər halda məni paltar almaz. Çünki Mehriban bilir ki, mən paltarı onsuz ondan neçə dəfə demişəm ki, mən geyinməsəm bilmirəm də. Yəni düşünürəm ki, yəqin ki, mən elə düşünürəm ki, universitetə bağlı yəni bir şeylər var. Həm universitetə gedirəm deyə artıq, universitet başlayır. Mən elə düşünürəm ki, ona aid bir şey ala bilər və yaxud da kosmetika falan. Dəftər, qələm də belə bu aralar düşünürəm. Yəni belə bir şey. Çox maraqlı oldu. Mehriban ideyaları çox xoşuma gəlir. Mən sizə bir göstərəcəm indi, bir açsın. Birinci istədiyim hədiyyə nədir? Bunu istəyirəm. Amma orada mən verəndən sonra deyərəm mən bunu niyə aldım. Tamam. Nəticəsində çox qəribədir. Uzun bir şeydir. Bax azadlı ya şampan bilmirəm. Deməli dostlar, bunu sizə göstərmişdim hazırlayarkən. Bu konfet şəklində belə bir maraqlı belə düzəltdim. Bunu əslində bir YouTube videosunda görmüşdüm. Bir xanım hazırlamışdı. Çox bəyəndim. Düz mənim əl qabiliyyətim o qədər qəşəng deyil, amma çox qəşəng. Mən hazırlasam mən hazırlaya bilməzdim yəni. Deməli indi Sara bunu açır. Tamam, bu buralardan açırsan rahat açılacaq. İlk öncə görünüşünü göstərirsən görünüşünü. Yaxından. Konfet alıb. Konfet alacağam. İstədim ki, fərqli dizayn olsun, nə alayım? Niyə nətər eləmişsən? Onlar hamısını almışam kanka. Biraz əziyyət çəkmişəm, istəmişəm biraz maraqlı olsun. Çünki Mehribana ancaq bu yaraşar. Düzdür. Tamam. Adam açıq.
Çox mənim reaksiyalar nə olacaq? Bilərsən bu çox normaldır. Yəni Bir dəqiqə bunu deyim. Heyecan, patrona. Belə açmaq olacaq. Xalet nə olmaz. Bir dəqiqə bizə o lazım deyil. Aha, heyecanlandım. Heyecanlı. Aa, bunu açmalıyam. Yapsın mesela, ona yaxşımışam ona. Ha. Adı orada açmışsan, özüm edəndə xəbərim yox. Görürəm, nəsə görürəm burada. Qorxanı Allah haqqı. Mən qorxurum görüm. Nəsə əla bir şey oxşuyur. Biz video gedirsən canım. Deyirəm dostlar. Nəsə əla bir şey oxşuyur. Məsələn, rəngini də gördüm. Məsələn, ən belə qəşəng bir şey oxşuyur. Qorxuram. Aç! Gözlər deməlisən. Həmin TikTok videosunu qoyacağam bura. Sara repostlarında paylaşmışdı ki, belə bir şeyləri paylaşmışdı ki, mən bunları öz kolleksiyama əlavə etmək istəyirəm. Mən əsas soruşaq edilmək istədim. Sadəcə gördüyüm üçün dedim ki, onun sevdiyi bir şey alım. Yəni bilirdim ki, belə şeyləri çox bəyənir. Mən də çox şıqır-şıqırdı. Yəni sizə də göstərmişəm. O qədər gözəldir, o qədər. Çox bəyəndim. Allah, çox bilməzdim də, yəni belə bir şey alacaqlı. İndi gəlib baxacaqsan görərik. Baxacağam. Gözlə. Qəşəng deyim, mən bunu aparacağam şeyi alıb gedirəm. Dostlar, işimiz uğurlu oldu. Bəyəndiniz. İkinci hədiyyə dostlar. Hələ bu nədir? Bu sevinci əl az qalacaq bunun yanında. Deməli, ikinci hədiyyəmiz də budur. İndi bunu da Sara. Tamam. Okey, bunu da. Oyda. Əsas sevəcəyi bir şey aldım ki, dostlar. Yəni Həqiqətən. sevinsin də. Yəni əgər mən belə başqa şeylər də ala bilərdim, amma bu qədər məncə sevinməyəcəkdim. Okey, Sara aç. For you. Bu deməli renk çatmadı bunda. Ona görə məcbur bununla elədim. Hər şey bir çox qəşəngdir bu da. Dedim ki, əsas renk deyil, əsas onun içindəki hədiyyə. Bəli. Yəni bundan. Yenə o elədim. Oy. Əşəşin olmaz. Aha. Okey, heyecanlanma yenə. Bu topikdə də olacaq 100% ondan geyinməyə. Oha! Bir iki şey de koyalım. Allah'ım çok beğendim. Son 8 lira. Yaxından göstərim sizə baxın partlayın. Çox idealdır. Ha, geçelim. Çok beğendim. Valla. İkisini bilirsin. İnşallah olar sana. Olmasa yığdıram. Sen bana Razmeri necə alt, yəni soruşma. Mən Sara'dan deməli Sara kiraya geyimlər axtarırdım. Mən də dedim ki, Sara sən yadına düşür. Dedim sən Razmeri vidinə mən də baxaram görüm tapsan sən Razmerində bir şey. Onu mən sənə deyərəm. Belə bir şey yalan uydurmuşam. Çünki desəydim Sara Razmeri nələr bir belə paltar alıram da buna başa düşdün. O sırada o şey geyimlər axtardı ki, ad gününə geyinsin. Mən də orada istifadə elədim belə incəliklə. Onu mən bilməzdim həqiqətən. Hə, mən belə incəliklə onu belə soruşdum ki, bilməsin. Dedim ki, hər şey paltarda. Yəni görürsüz indi paltara yox dedi ki, mən Mehriban mənə paltar almaz. Amma mən aldım. Həqiqətən. Yəni bu əslində sən nə demək? Paltar deyim, sən nə mənada paltar? Məsələn, tulum, don, o mənada deyirdim. Yəni heç ola bilməz. Bu ayrı bir şeydir. Bu ayrı bir şeydir. Elə bir ad günün oldu sən geyinə bilərsən və ya kimisə ad gününə gedə bilərsən. Yəni hansısa bir məsələn belə yeni il gecəsinə geyinə bilərsən. Çox mükəmməl. Şəxsən özüm də bəyəndim. Ona görə öz içimə də yatdığı üçün sənə də aldım. Çox sağ ol. Deməli, nəysə, indi bunu Sara girib gələcək. Bu da mənim kombinim. Baxın, geyindim. Mən də çox ideal olubdu, çox bəyəndim. Tam üstümə yəni oturubdu da, yəni razmerimi tam tapıbdı da, yəni üstü də tamdı əynimə, altı da tamdı, çox bəyəndim. Buradan Mehribanı öpürəm. Belə. Çox tatlıdır tort. Mən dünən yedim, bu qədər tatlı olmamış. Çox tatlıdır. Mən balı çox sevirəm. Balı bir Napolyon. Vav. Yalnız ben Napolyon aldım. Napolyon görmədim. Əslində dünənləri az da danmışıq buna. Az da mən görsəydim alardım. Arazda gördüm Napolyon tortu olmasaydı belə qəşəng idi. Hazırsınız? 1, 2, 3. Görək. Buyurun. Qarşınızda ən mükəmməl YouTuber Novruzlu Mehriban. Düşünürəm ki, çox maraqlı bir video oldu. Videonun sona qədər izlədiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Gələn videolarda görüşənədək bu tip videoların davamlı gəlməsi üçün mənə abunə olmağı unutmayın. Sağ olun.